Hamınıza salamlar dostlar. Mən Qasım Hüseyin. Bu günlər sizlərlə birlikdə kanalımın ilk videosunu çəkirəm. Bu günlər sizlərlə birlikdə 21 Muhammed 09'un və PSP editorunun hazırladığı FC 26 tam versiyonunda oynayırıq və bugünkü challenge'ımız və hədəfimiz odur ki, Çempionlar Liqasında hər bir komandadan bir futbolçu alaraq Çempionlar Liqasının qalibi olmaq çalışacağıq. Təbii ki, burada bir quralımız var. Sadəcə ilk 24'ə girmiş klublardan alırıq və keçək o zaman tez bir şəkildə sizə komandamızı göstərək. Girdik. Komandamıza baxaq. Bu arada komanda öz formaları falan öz əllərimlə düzəltmişəm. Diziliş yox. Diziliş yox. Şeydən göstərdim sizə. Takımı ikisi hazırlıklar. Takımı düzenli. Açtım. Takımı düzenli. Baxın. Formaları öz əllərimlə düzəltmişəm. Yəni burada Qarabağ logosunu seçə bilərəm, amma formaları öz əlimlə düzəltmişəm. Logo qoyma olmur. Birinci forma, yəni evdəki formamız həqiqi həyatda da Qarabağda bu formadır. Baxın, arxasında da belədir. İkinci forma, yəni deplasman forması da Qarabağda həqiqətən budur. Qapısı forması yazılan Qapısı forması da zaten budur da. Yəni qapısı forması sarı formadır. Qapısı formasına dəymək olmur. Stadionumuzu düzəltdirək. Mən stadionumu bir dəqiqə düzəldim stadionumu. Amblem yox. Stadion. Olimpico Torino olmasın. Juventus stadyumu ola bilər. Old Trafford ola bilər. Yəni Galatasaray stadyumu. Bəli, Anfield da yox olmasın. Old Trafford qoyulsun, Galatasaray stadyumu olsun. Gedək. Sizə bir dənə tez komandamızı göstərək. Baxın. Bu bizim komandamızdır. İndi hamısı sayıram, hansı komandadan hansı oyuncusu götürmüşəm. Gregor Kobel, yəni George Kobel, Borussia Dortmund'dan götürmüşəm. William Saliba, Arsenal'dan, Mickey Van de Ven, Tottenham'dan stoper olarak. Diomande, burada aslında ben Van Dijk'da oynadım. Lakin Van Dijk hem yaşı az olduğu için hem de overall az olduğu için onu oynada bilmirəm. Sümləsə performansı çox pis olur. Ona görə Diomandeni məcbur olaraq sağ bəkdə oynadacağam. Diomande 295 nə idi ki? Diomande, Sporting, Cucurella, Chelsea, Joao Neves, PSG'de çox qaldım. İlişdim də yəni. Amma sonra fikirləşdim ki, Haaland, Mbappe, Chelsea, plus Lamine Yamal da var. Oradan Kvaratskhelia, Desire Doué falan götürsəydim, aləm deyəcəkdi hücumla bir-birinə. Ona görə Joao Neves'i götürdüm yarım müdafiədə. Vitinha'nı da götürə bilərdim, amma ofansif orta sahada Kevin De Bruyne var idi. Buna görə Vitinha mən məhtac olmadım. Ona görə Joao Neves'i götürdüm. Kevin De Bruyne, Napoli'dən, Paul Pogba, Monaco'dan, Lamine Yamal, Barcelona'dan, Kylian Mbappe, Real Madrid'den, Erling Braut Haaland, Manchester City'den zamenləri keçək. Jean Oblak, əslində burada Jean Oblak oynadacaqdım. Lakin Jean Oblak'ın overall'ı az olduğu için onu yox, məcbur Kobel oynadım oluram. Jean Oblak, Di Marco da həmçinin elədi. Overall'ı az olduğu için onu da oynada bilmirəm. Tabii bu Jean Oblak Atletico Madrid'den, Federico Di Marco'daki Inter'den, Wilfried Singo Galatasaray'dan Osimhen'i götürə bilərdim, amma onu da simülyasiya performansı zəifdir və hücumda bizə Erling Braut Haaland var. Ona görə Singo götürdüm zaman olarak. Virgil van Dijk bəyalar açıqlamışdım. Liverpool'dan mən götürə bilərdim Muhammed Salah'ı, lakin dediyim kimi hücum çox qarşılıydı. Sonra aşağıdakı Jamal Musiala. Hal-hazırda zədəlidir, düzdür. Hal-hazırda zədəlidir. Amma mənə görə Bavariyanın ən yaxşı futbolçusu, ən yaxşı 3 futbolçusu Harry Kane, Jamal Musiala və Michael Olise'dir. Digərləri mənim gözümdə o qədər də güclü deyil. Antonio Nusa, bu uşaq çox gələcəkli uşaqdır. Yəni çox böyük potensialı var. Hələ 19 yaşındadır və Kulüb Brugge'də oynayır və onu da bu komandaya aldıq zaman olaraq. Angel Di Maria, Benfica'dan götürmüşəm onu. Bəli. Sonra Ivan Perisic, PSV'dən.
Kadi Borges. Kadi Borges götürmüşəm Qarabağımızdan, şanlı Qarabağımızdan. Hə, Qarabağ demişəm. Hamının 2 gün bundan qabaqki ötən bayram, 8 noyabr bayramı, Zəfər bayramı təbrik edirəm. Neçə belə illərə Zəfər bayramını qeyd eləyə çıxaq. Amin inşallah. Alejandro Grimaldo Leverkusen'den, onu da oynatmaq istedim. Bunlar için onun da overall az olduğu için, mesela performansı ve overall az olduğu için onu da oynadamadım. Ve Atalanta'dan Lukman ve beləliklə 24 tane oyuncumuz hazırdı, tamamdı. O zaman bir tane göstərim sizə hansı ligalarda oynayacağıq. Bunu göstərək və sürpriz olmaq üçün birbaşa sezonun sonuna gedək. Lig programı yox. Lig maç bilgisi, tablo. Yani Premier Ligasındayıq. Gözəl. Kupa təbii ki də FA Cup'dır. UEFA Çempionlar Ligasında qruplarımızı göstərir sizə. Qarabağ, yəni bu bizik. Bu arada yadından çıxdı. Qarabağın üstünə yazmışıq bu şeyi, komandanı. Çünki Qarabağ bu il çox güclüdür. 4'də 3 edib. 4'də 3 yox, 4'də 2 edib və bir bərabərlik, bir də məğlubiyyət alıb. Möhtəşəmdir. 7 xal var. 4 oyuna 7 xal. Məncə möhtəşəm bir göstəricidir Çempionlar Ligasında. Plus Benfica'nı unutduq. Sonraki Kopenhagen'i unutduq. Chelsea ilə bərabərə qaldıq. Yəni bu göstərici çox möhtəşəmdir. Nəysə. Qruplarda Qarabağıq. Barcelona seçmişik. Bu çox çətin olacaq. Və Braga seçmiş. Dilim dolaşdı. Braga seçmişik və Napoli seçmişik. Belə çətin olacaq deyirəm. Komandamız demək olar ki, dünya karmasıdır. Demək olar ki, yəni. Barcelona'nın da udar, Napoli'nin de udar. Mənə görə bu iki udar. Bu iki komandanın da udar. Mən bu il baxırıq görək hansı oyuncu nə qədər gəlişib. Kobel görürsünüz. Hər şey gör, bax yuxarıda katıldı var və şu an var. Sağ yuxarıda. Katıldı altında olan 84. Şu an isə 87'dir. Yəni baxın buradan baxa bilərsiniz. Görürsünüz Kobel nə qədər artıb. William Saliba nə qədər artıb. Van de Ven nə qədər artıb. Diomande nə qədər artıb. Kurela nə qədər artıb. Joao Neves nə qədər artıb. Kevin De Bruyne bir dənə gəlişib. O da ki qısa pas yeteneği gəlişib. 90'a gəlib çatıb. Daha 35 yaşı var da adamın. 35 yaşı var. Heç şey gözləmirəm ondan. Paul Pogba gəlişib. Yəni ortalama gəlişib. Lamine Yamal bayağı gəlişib. Demək bütün göstəriciləri gəlişib Lamine Yamal'ın. Kylian Mbappé heç gəlişib. Hətta düşüb biraz şeyi. En yüksek hızı 98'e düşüp ve hızlanması 98'e düşüp Erling Braut Haaland da gəlişib və diğerlerini de görürsünüz. Bu arada hədəfimiz odur ki Çempionlar Ligasını almaq plus Premier Liganı almaq. Tabii en əsas hədəfimiz Çempionlar Ligasıdır. Premier Liganı da alsaq möhtəşəm olar. O zaman keçək sezonun sonuna. Daha doğrusu eğer Çempionlar Ligası finala qala bilsək, finalı özüm oynayacağım. Və belə finalı özüm oynayacağım. Əgər Çempionlar Ligasında finala qala bilsək təbii ki də finala özüm oynayacağım. Və qazansaq da möhtəşəm olacaq. O zaman sürpriz olmaq üçün sezonun sonuna keçək. Sezonun sonuna görüşərik. Bəli uşaqlar, simulyasiya gedərkən elə belə gəldim, otağa göz atdım və gördüm ki Çempionlar Ligasının logosu gəlir. Yəni Çempionlar Ligasının mahnısı və stadiomu gəlir və X-a bastım və gördüm ki bəli UEFA Çempionlar Ligası eləmə aşaması finaldayıq. Paris Saint-Germain'lə oynayacağıq. Bu oyunu özüm oynayacağım. Keçək bu oyuna. Biz desən evdə olacağıq. Bilmirəm nə olur olsun. Qara formamızı yenirik. Qarabağımız bu qurduğumuz klub inşallah ki Allah'ın izniyle Çempionlar Ligasının çempion olacaq. Qarabağın üzərindəyik. Yəni çox şokdayım. Bir dəqiqə. Oyun çöktü. Oyun baga düşdü bir dənə. O oyunun bagını düzəldim, gəlirəm mən.
Bəli dostlar, düzəltdim bu bağı. O zaman yaxşı qayd edeyim bağı. Bağı düzəltdim. Bağı mənim telefonumun bağıdır təbii ki də. Oyunun heç bir şəkildə bağı yoxdur. Hamıya tövsiyə edirəm bu oyunu. 21 Muhammed 09'un hazır 21 Muhammed 09 və PSP editorunun hazırladığı bu oyunu hamıya tövsiyə edirəm. Yəni telefondan demək olar ki PlayStation oynayıram. Çox möhtəşəmdir. Keçək PSG və Qarabağ. Yəni Çempionlar Liqasından hər bir komandadan bir futbolcu olarak kurduğum bu komanda, yani 24 komandadan aldığım bu komanda inşallah ki bu yeni Çempionlar Liqasının finalında qələbə ilə nəticələnəcək. Belə görürük, hər şeyi belə görürük. Pogba, De Bruyne, João Neves, belə hər şey görünür. Ayda zamenlərə Kadini qoymaq istədim. Heç nə olmaz. Kadisiz oynayarıq. Yəni Kadi Borges'i zamenlərə ən azından qoyub onu daha oynamağını istəyirdim. Esodo Metropolitano'da oynanır bu oyun. Yani İtalya'da olacak bu oyun. Bəli. Maç başladı şu an var. Maç başladı. Karşımızda PSG var. Maksimum pressing elemeye çalışacağım. Mbappe aldı, pres neticesinde top aldı. Mbappe penal kazandık. Mbappe penal kazandırdı finalda. Safanov bir başa kırmızı verəqə. Burada Mbappe'nin tertemiz ayağına. Zərbəni Lamine Yamal niye vurur? Bir dəqiqə. Niye Lamine Yamal? Abi Haaland mı Mbappe mi? Məncə Mbappe. Bu biraz az gol vurdu. Mbappe, Kylian Mbappe! Çempionlar Ligası finalda attı. Penaldan attı Mbappe evvelki klubuna PSG'ye attı golü. Bəli, möhtəşəm gol. Tabii Panenka vurdu bak. Düz ortaya möhtəşəm bir gol. Her oyun 2. dəqiqəsində penaltıdan nəticələnir Kylian Mbappe. İndi pressingle nəticələndi Lamine Yamal. Burada mənim səhvim vardı. Lamine Yamal Mbappe'ye verdi. Mbappe bıraktı. Erling Braut Haaland. Qapıçı kimdi? Zamendən girən qapıçı kim idi? Deyəsən Şövalye'di. João Neves. Diamande böyük bir səhv. Gələ bilərlər dərkən orada Dimitri Van de Ven, Pogba topu bıraktı. Kevin De Bruyne pressing ileride. João Neves pres nəticəsində aldı ama yine onları da göstərdi. William Pacho. İndi top Leo Suarez'dadır. Fabian Ruiz içərilədi. Gəlirlər. Pogba aldı. Lamine Yamal. Barcelona'nın genç yıldızı indi bu komandadadır. Mbappe yine pres eləyəcək. Pogba möhtəşəm. Marc Cucurella ötürmə Kylian Mbappe. Keçdi rəqiblərlə Mbappe akrobatik fəndilər eləyirdi burada. Bir an yadımıza Ronaldinho saldı. Mbappe sürdü topu möhtəşəm bir şekilde. Mbappe çevirdi içeri. Mbappe qapıcı. Kim diye görmedim o qapıcı. Şövalye'di deyəsən Şövalye'di. İndi Osman Dembele gəlir. Ötürməsi Leo Suarez. Ama yine indi biz aldı. João Neves aldı. Mbappe. Sonunda kaptı. Şövalye bəli. Şövalye möhtəşəm bir şey. Hatta şey veremedi. Mbappe bayrağı vurup. Ben səhv gördüm. Pogba aldı. Kylian Mbappe. Şövalye. Alır topu eline. Hal-hazırda Mbappe çok zor oynuyor. Çok möhtəşəm oynuyor Mbappe. Çok möhtəşəm pressing eləyir. Mickey Van de Ven, Girona, Jair Vitinha ile PSG zərbə. Son anda qapıcımız Kobel.
Kobel. Suarez. Leo diyeceğim buna. Çünkü adını okumak biraz çətindir. Leo dərkən ağıllara, Lionel Messi düşün. İndi Joao Neves'in möhtəşəm ötürməsi Kylian Mbappe keçdi rəqibini. Mbappe bayrağı vurdu yine. Yine barda vurdu. Sol ayağıyla vurdu Mbappe. Bayrağı yani sürətiyle topa elə sürür ki Mbappe. Tutmaq çox çətin olur onu. Şu an evet aldık topu Lamine Yamal burada Lucas Beraldo ama yine Lamine Yamal büyük pas səfi Paul Pogba ye onu. Belə paslaşma ağaları məni əsəbləşdirir. Mickey Van de Ven Paul Pogba pres elə Paul Pogba hakim avantaj oynadı dedi Diomande Mbappe ötürməsi Haaland keçənmədi rəqibini. Haaland pressing eləyəcəyində Haaland pressing elədi. Ötürməsi Kevin De Bruyne keçmir Haalandın. Haaland yenə press elədi. Haaland ötürdü. Mbappe yanmadı. Zərbə seçir rəqibləri. Kevin De Bruyne nədir? Pas vermədi. Hadi bax mən sana. Kevin De Bruyne tek topu Kevin De Bruyne ara verirsen Lamine Yamal'a verir Kevin De Bruyne Joao Neves terledi olmadı Erling Haaland çok berbat bir zərbe Erling Haaland'dan şimdi Şövalye açtı içeri Haaland'ın möhtəşəm ötürməsi Mbappe değerlendiren bir patso alır onun elinden topu. Lamine Yamal pres ederken qayda pozuntusuna yol verir Lamine Yamal. Bəli indi gəlir PSG Vitinha ilə sağ tərəfdən PSG gəlir Vicky Van de Ven icazə verməməyə çalışdı ama olmadı. Joao Neves aldı topu Joao Neves əvvəlki klubuna qarşı oynayır o da. Diomande ötürməsi Lamine Yamal kontrataka çıxırıq. Çıxan bilmirik amma Lamine Yamal yine aldı. Pressing nəticəsilə Mbappe. Burada ona qarşı çabukluq yoxdur mu hakim? Çabuk oyun var burada ona qarşı. Haaland. Əsəbləşdi Erling Haaland. Deyir ki burada pozuntu var. Qaydaya pozuntu var. Mbappe. Marco Cucurella. Hal-hazırda biz daha yaxşı oynayırıq. Cucurella. Rəqibin oldu Cucurella. Və ilk hissə bitdi. İkinci hissəyə keçək. İkinci hissədə komanda heç bir şəkildə dəyişiklik eləmirəm. Erling Haaland başlama vuruşunu elədi. Kevin De Bruyne ötürməsi Kylian Mbappe girdi cəza sahasına ötürməsi Paul Pogba möhtəşəm ötürmə amma heç kim yoxdur orada. Kevin De Bruyne Görəyəcək Diomande ötürmə Diomande içərlədi Erling Haaland Şövalye Haaland çox gözəl kəlləliyə tullandı Haaland. Oturma da bir o kadar güzel idi. Lamine Yamal aldı. Haaland'a verdi. Haaland Şövalye. Dönen top out. Out değil. Diomande. Joao Neves. Derken rakip. Şimdi orada Saliba mı Dembele mi? Saliba. Ki hem yerli Saliba Dembele'ye muhteşem bir keçid edici fend. Kevin De Bruyne. Mbappe, Şövalye, Mbappe direk, Abi Şövalye neler eləyir? Şövalye sonradan girdi oyuna möhtəşəm işler görür. PSG'nin qapısını divar kimi qoruyur. Saliba, topuk pası, riskli pasıydı bu ama indi aldı rəqib kontrataka gələ bilər. Joao Neves icazə vermir ama burada Joao Neves'e karşı çabudluq olur Joao Neves'e karşı. William Saliba serbest vuruşu başlattı pasla.
João Neves, Diomande. Ötürməsi qeyri dəqiqdir. João Neves. Haaland. Aldın onu Haaland. Alanmadı. Mbappe topu götürdü. Ötürməsi Erling Braut Haaland. Ötürdü. Lamine Yamal offside'daydı burada. Lamine Yamal. Ya Allah uşaqlar. Haydi uşaqlar. Bir topla bırak garantiləşdirək oyunu. Cucurella qeyri dəqiq baza bak. Cucurella pres nəticəsində top aldı. Kevin De Bruyne. İndi Mbappe. Çox sürətli gedir oyun. Rəqibin hələ bir dənə zərbəsi var. O gəldilər. Van de Ven. Ayda. İkinci zərbələrində qollar attı. Vitinha attı. Həqiqətən yaxşı qol vurdu. Baxın bir dənə buna qol baxaq. Miki Van de Ven sürüşdü çatanmadı. Sağ ayağa qoydu sol tərəfə. Haaland ötürdü De Bruyne. Ötürməsi Kylian Mbappe. Gözlədirəm, özüm gözlədirəm. Çünki Mbappe ilə vurmaq istəmirəm. Cucurella içərlədi. Lamine Yamal çatanmadı. João Neves çata bilmədi. Amma Erling Braut Haaland. Kevin De Bruyne artıq ayağını açdı, zərbəni çəkdi, olmadı. Allah, De Bruyne. Ay tamam ama bütün videonu çorra. Bəli uşaqlar, nəsə problem oldu indi. Girin Van de Ven. Ne edirsən Van de Ven? Ne edirsən? Van de Ven. Haaland, De Bruyne, Paul Pogba, Cucurella. Çıx Cucurella. Abi ne edirsiniz? Cucurella. Ötürməsi Erling Haaland. Offside'dasan 70. dəqiqədə bizə komplik atmışlar. 2-1'də haydi uşaqlar. Haaland deyirəm, De Bruyne. İndi Haaland. Olmadı. De Bruyne de pressing abi. Cucurella. 2 qolda ikisi də şeyin səhvi ilə vurdular. Van de Ven'in. De Bruyne, Kevin De Bruyne. Kaptan atır. Kevin De Bruyne atır, kaptan atır. Möhtəşəm bir gol. Yatırdır De Bruyne. Müdafiəçiləri də yatırdır. Qapçını yatırdır. Möhtəşəm performansı olan Şövalyeyi də diz üstə qoyur. İndi Mbappe. Pres nəticəsində aldı Mbappe. Sürdü topu. Mbappe. Çox sürətlisən sən. Mbappe ötürməyə çalışdı. Müdafiəçiyə dəydi və top Şövalyedədir. İndi Cucurella. Pres gəlib qabağa Cucurella. Pres eləməyə. Lamine Yamal aldı. Haaland bıraktı. Lamine Yamal. Ne edirsən? Yamal niyə vurmursan? Vurdum, bastım, kvadrata bastım. Ki vurmadı. İndi Lamine Yamal doğru gələn ötürmə. Lamine Yamal pressing elə pressingi. Eləyə bilmirsən pressing. Diomande. Burada təmiz foul hərəkət idi. William Saliba. Abi müdafiəçilər hara baxırsınız? Kobel, möhtəşəmsən. Hara baxırsınız? Saliba deyən lan pajet kimi sürüşür oradan. Cucurella. Zərbə. Nə? Yox, bizə qarşı çabuk hərəkət ediblər. Bizim əlimizə dəydi. Paul Pogba. Haydi 87. dəqiqədə bir dənə atak. Kylian Mbappe bıraktı. De Bruyne. Mbappe. Kylian Mbappe. Cucurella. İçeri ortası. Olmadı. Dönen top. João Neves. Şövalye. Neves. Möhtəşəm kontrol. Möhtəşəm zərbə oldu. Paul Pogba. İçərilədi. Heç kim yox idi burada. Erling Haaland. Ötürməsi qarşılanırlar. Haalandın ötürməsində indi Miki Van de Ven. Girin ona.
Girin topu koymayın. Kukurela. Kylian Mbappe ve ikincisi de bitti. Yani şu an uzatmalara gelir. Uzatmalarda bunların icabına bakmak lazım. Uzatmalara gedirik. Uzatmalara gedirik. Ve ilk uzatmanın ilk sırasını başlattılar. William Saliba, Lamine Yamal hiç beğenmirəm bu oyunu. Yəcək onun yerine Di Maria'nı salacağım. Lamine Yamal ötürməsi çox arkaya versən abi, çox arkaya versən Yamal. Mbappe pressing nəticəsində bu oyunu Mbappe möhtəşəm oynayır. Sözsüz möhtəşəm oynayır. Kukurela offside orada. Leo Suarez offside'daydı. Paul Pogba. Kukurela oturması. Mbappe. Abi Paul Pogba hara baksan. De Bruyne. Girona. Kukurela gir də. Van de Ven. Top itirəsən. Əsəbləşirəm değil mi? Kukurela. Kylian Mbappe. Sıyrıldı. Diomande çatarsa sen ona. Diomande son dokunuş çatmadı. Möhtəşəm götürdü topu ama son dokunuş çatmadı. Lamine Yamal'ı değiştireyim. Antonio Nuza'ya değiştireceğim. Lamine Yamal'ı. Böyle değiştireceğim Antonio Nuza'yla. Lamine Yamal. Değiştiriyor. Başa vurur. Şimdi Kevin De Bruyne. João Neves. Antonio Nusa. William Saliba eleme onu. Van de Ven Lasan abi yok. Ne tartıştı onların kabağına bak. Van de Ven aldı. Pogba senin ben. Mbappe gitti. Abi Ciro. Mbappe. Kylian Mbappe. William Saliba ara verirsen. Saliba ve uzatmaların ilk hissəsi bitti. Ne olar uşaqlar? Ne olar? Xahiş edirəm udaq. Erling Braut Haaland başladı. Kevin De Bruyne. Mbappe. Topu sürdü. Mbappe. Kylian Mbappe double edir Mbappe 3-3. Double edir. Biz hələ buradayıq deyir Mbappe. Sürüdü top içəri. Möhtəşəm bir gol. Ağzı açıq qalır, əlləri də açıq qalır. Mbappe 2 golla oynayır Mbappe. İndi Eşref Hakimi yıxın Eşrefi. Pogba'dan da bu hiç razı qalmadım. Ümumiyyətlə müdafiə xəttindən heç razı qalmadım. João Neves ötürdü. Kevin De Bruyne möhtəşəm ötürmə. Antonio Nusa vurdu olmadı. Haaland. Erling Braut Haaland attı. Antonio Nusa möhtəşəm zərbə şövalye. Ve Haaland topu çekti. Müdafiəçiləri dartdı. Ve aşırtma vurarak zərbəsini qeydə aldı ve gol. 4-3. Oyun çox möhtəşəmdir. Comebackli oyunlar olur. Comebackli oyun daha doğrusu belə deyək. İki tərəf də bir-birinə comeback eləyir. Kukurela. Lasan değilsən. Sercan pas Diomande. Ötürme. Antonio Nusa pressing neticəsiyle oldu. Antonio Nusa çekti. Şövalye dönen top. Şövalye eline aldı.
Kukurela. İcazə verməyin. Ne olar icazə verməyin. Şu an evə alsam. İndi Antonio Nusa. Antonio Nusa. Keçdi rəqibini Nusa. Ötürdü. Haaland olmadı. Paul Pogba möhtəşəm ötürmə. Çatın ona bir viz. O cür ötürməyə çatanmışsınız. Bu son dəqiqə. Paul Pogba içərlədi. Son dəqiqədən atı. Bitti bu oyun. Şampiyonlar Ligası qalibi bizik. PSJ'ni 4-3 məğlub elədik. Şampiyonlar Ligasının qalibi. Bizik. Şampiyonlar Ligasından hər bir komandadan bir futbolçu olaraq Şampiyonlar Ligası qazanmaq challenge elədik və bu challenge başa vurduq. Və bəli dostlar, Kevin De Bruyne'nin əlində o Şampiyonlar Ligası qalxır. Kevin De Bruyne qaldırır oku. Və Şampiyonlar Ligası bizimdir. Möhtəşəmsiz uşaqlar. Mbappe bu oyun adam olmalıdır. Mbappe möhtəşəm bir oyun. Və Şampiyonlar Ligası bizimdir. İndi sizə göstərəcəm biz hansı haralardan gəlib Şampiyonlar Ligasını almışıq. Bunu göstərəcəm sizə. Bir dəqiqə tez ekran açılsın. Abi kasar da yani. Gör. Və Mbappe, tabii ki Mbappe olmalıydı. Muhteşem gücü takımına zaferi taşıdı. Rəqibdə yəni belə bir oyuncular var idi. Leo Suarez tanımadım. Bax bir dənə Leo Suarez tanımadım. Qalan hamısı tanıyıram. Və 4-3 PSJ'ni 4-3 finalda məğlub edirik. Şampiyonlar Ligasının qalibi bizik. Gəlin bir tez sezonun statistikasına baxaq, sezonun ən yaxşılarına baxaq. 4-3 PSJ'ni utduq. 4-3. Kevin De Bruyne. Baxın gözünüz işıq görsün. Şampiyonlar Ligası bizimdir. Və bəli 4-3 tutduq və ödül kazananlar. Bax, gol krallığında ümumiyyətlə yoxu, asist krallığında da yoxu, ən dəyərli oyuncumuz da bizdəndir. Gol kralı Vinicius Junior'dur Real Madrid'dən, asist lideri Real Madrid'dən Mastantuo'dur və ən dəyərli oyuncu da Olympiak Lyon'dan Lacazette'dir. Bilmirəm necə Lacazette'dir, bilmirəm. Yəni həqiqətən bilmirəm. 8 milyon alırıq. Zaten bir sezonluq rebuild eləyirdik və bu bir sezon Premier Liga 2 oyununda oynayaq. Son 2 Premier Liga oyunudur. Qarabağ kimə qarşı oynayırdıq? Sparta Moskvaya qarşı oynayırdıq. Heç olmaz. Qoy getsin. Sparta Moskva yəni 2-ci liqadan qalxıb. Bura yəni 2-ci kapitana. Premier Liganın son oyunudur. Hər sezonda əyləndirilməsi edəcəyik və sonra da videonu bitirəcəyik. PSV bu da 2-ci liqadan qalxıb. Və PSV-nin də 2-1 uduruq. Ümumiyyətlə bu il mən bilən, yəni görəcəyik. Hər şey görəcəyik. Və bəli, tüm lig maçları da bitdik. Və bəli, buna baxın. Kazananlar gol krallığında nə yoxu, nə də asist lideri krallığında var. Oyuncular emekliyə ayrıldılar da yəni ki bizdən heç kim olmaz. Yəni bircə Van Dijk ola bilər. Ya da ki Kevin De Bruyne. Yoxdur onlarda. Mənim vecimə də deyil, ayrılsınlar da. Son sezon. Bu ilə də bu video bitəcək. Bu heç ikinci klasmandır. Bu sabah Ajax falan qalxacaq. O heç. Zaten video qutarır. Bir də isə bunu göstərim də. Bir də bu statistikalara baxaq. Şoka düşəsiniz də burada. Zarafatsız şoka düşəsiniz. Niyə belə göz olur? Bəli. Və bəli, baxırıq. Lig maç bilgisi. Tablo. Qarabağ birincidir. İkinci Arsenal'dır. 50 biz birinci 97 puanla
alırıq bu kuboku və sadəcə liqada 3 məğlubiyyət almışıq və deyəsən bu ümumiyyətlə aldığımız tək 3 məğlubiyyəti, qalan heç bir kuradan məğlubiyyət almamışıq. Kupa bilgisi. 2 dənə hədəfimizi tamamladıq. Bir dənə Premier Liga hədəfimiz var idi, Çempionlar Liqası hədəfi var idi və kupaya baxaq. Kupaya baxaq. FA Cup da yəni bizim üçün çox önəmlidir. Takım bilgisi nə idi? Çaşdım. Gol sıralamasında da yox məncə. Gol sıralamasında bizdə Lamine Yamal var kupada 4 golla. Biz kupa bilgisi turnuva kupası. Kurası və buranı da olmuşuq. 2-0 Chelsea məğlub edib almışıq buranda. Əla. Onda uşaqlar bu günləri bu challenge-ı tamamladıq. O zaman hər kəsə buradan deyirəm, xahiş edirəm videoma, ilk videoma like atıb abunə olmağı unutmayın. Nə olar? Like atın, abunə olun. O zaman gələn dəfəki videolara dək görüşərik. Sağ olun, salamat.